Hamının bildiyi kimi kətdə böyüyən toyuqlar gözəl, amma əti biraz bərk olur. Bunu yumşaq bişirmək üçün soğan suyu buraxanın üzerinə duz əlavə edirsiniz. Sonra kərə yağını biraz bişirirsiniz. Üzərinə əti və düzüb əzməmək şərtilə bir altdan üstə hamısını çevirirsiniz. Ət də suyunu buraxandan sonra bir balaca su əlavə eləmək olar, yarım stəkan. Kartofları da əlavə edirsiniz. Əzməmək şərtilə fırada qarışdırırsınız. Yarım stəkan su təzədən əlavə edirsiniz. Sonra tomatla qarışdırırsınız. Suyu hissə-hissə əlavə edin, çox olmasın. Çox ləzzətli bişir bu göstərdiyim qayda ilə. Pambıq kimi olur. Hazırlayacaq olanlara nuş olsun. Daha ətraflı məlumatı açıqlamada yazacağım. Səhv görmürsünüz. Bəli, qazlı su tökürəm çünki ləzzətli kebab hazırlamaq istəyirəm. Burada əsas məqamlardan biri düzgün ətin seçilməyidir. Əti üstü yağlı, qəşəng tikələrdən seçirsiniz və düzgün doğrayırsınız. Üzərinə duzlu, istiyotu, ədviyyatları və qazlı suyu, üzərinə bir dənə limon əlavə edirsiniz, olur ləzzətli. Harasa bunu yarım saat 40 dəqiqə gözlədirsiniz, ət orada qəşəng yumşalır, manqalı yandırırsınız. İşləmək də burada önəmli məqamdır. Pil tərəflərini bir istiqamətə, ət olanı digər istiqamətə edirsiniz ki, tikələr növbə ilə bişəndə çevirəndə rahat bişsin. Köz çox xodda olmamalıdır. Üstü küllənən vaxtı qoya bilərsiniz. Sonra pi əriyəcək, orada olov düşəcək. Samvarda qaynadırsınız. Samvar qaynayana kimi kebabınız demək olar hazır olacaq. 15 dəqiqə bişsə bəs eləyir. Hər tərəfini yaxşıca bişirirsiniz. Çox ləzzətli kebab alınır. Başqa fərqli hazırlama üsullarını bilirsinizsə, rəylərdə mütləq qeyd edərsiniz. Hazırlayacaq olanlara nuş olsun. Ev üsulu San Sebastian hazırlamaq üçün bizə lazımdır süzmə pendir. Üzərinə şəkər tozu əlavə edib qarışdırırıq. Bunu qarışdırdıqdan sonra 4 ədəd yumurtanı tək əlavə edirsiniz. Birini atırsınız, qarışdırıb yekunlaşdırdıqdan sonra digərlərini. Sonra üzərinə gördüyünüz kimi duru qaymağı əlavə edirsiniz. Yaxşıca qarışdırdıqdan sonra 2 xörək qaşığı un əlavə edib yenə qarışdırırsınız və bu formada qabın içərisinə yağ yerləşdirdikdən sonra əlavə edirsiniz. 200 dərəcə temperaturda 45-50 dəqiqəyə bişir. Belə hərəkət eləməyə baxmayın, çox ləzzətli alınır. Biraz bunu soymaya qoyursunuz, hardasa 4-5 saat qoysanız daha yaxşı olar. Çox ləzzətli bir şirniyyatdır. Yəni mağazada aldığınızdan qətiyyən fərqlənməyəcək. Düzdür, biraz baha başa gəlir, amma ləzzəti onu unutturacaq sizə. Hazırlamaq üçün videonu save eləməyi unutmayın. Çox ləzzətli bir şirniyyatdır. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. Dadı da ən az görüntüsü qədər ləzzətli olan bir dənə şirniyyat hazırlayırıq. Bunun üçün lazım olan hamısını açıqlamada yazacağım. Oradan baxarsınız. Burada göstərdiyim ardıcıqla əlavə edib birinci kremi hazırlayırıq. Kremi one potda qazın üstünə qarışdıra bişirirsiniz. Üzərini belə bağlayıb qoyursunuz soymağa. Keçək biskviti hazırlamağa. Yumurtalar əlavə edirsiniz. Sütü, pesoku, vanilli, qabartma tozunu hamısını əlavə edib yaxşıca qarışdırırsınız. Limonu rəndirəmə yaddan çıxartmayın. Sonda un əlavə edib yaxşı qarışdırın. Bunu içində belə xırda hissələr, yumurcaqlar qalmasın. Birinci altdan bunu sərirsiniz. Sonra üzərinə bayaqki kremi belə qaşıqla yaya bilərsiniz bu formada da. Meyvələri bunları istifadə etsəz çox ləzzətli olacaq. Çox da şirin olmur, turşmədə dadı olur. Kakos əlavə eləmişdim üstünə. 170 dərəcədə 35-40 dəqiqə bişsə bəs edir. Çox ləzzətli bir dənə şirniyyat alınır. Çox tez də alınır. Çox vaxtınızı aparmayacaq. Bu göstərdiyim hardasa ki, ölçünü burada görürsünüz 24 santimlik qabın içindədir. Hardasa bir 5 nəfər, 10 nəfərə bəs eləyər. Hazırlayacaq olanlara nuş olsun. Asan və çox ləzzətli birinci tortunu hazırlanmağı göstərirəm mən sizə. Birinci xəmirini hazırlanması üçün olanlar hamısını aşağıda qeyd edəcəm. Mən ayrı-ayrı qatıb sonra birləşdirdim. Siz bir yerdə elə bilərsiniz, heç bir problem yoxdur. Birinciləri hazırlayıb kənarda gözlədirsiniz. Gəlin kremini hazırlayaq. Krem üçün kəsmik, qaymaq, bir də qatılaşdırılmış süddən istifadə elədim. Üzərinə biraz da çeyrək mürəbbəsinin mətindən əlavə elədim. Qabın kənarına və birinciləri düzürsünüz. Ağ tərəfi içəri olmalıdır ki, qırmızı tərəf çöldə qalsın. Ən aşağıdan kremini yayırsınız, üzərindən çeyrəkləri bir partiyaya. Sonra bunun üzərini bağlayırıq. Üzərinə yenidən krem, sonradan banan. Meyvələr özünüz seçə bilərsiniz, amma sulu meyvəli olmağı çox daha yaxşı olar ki, ləzzəti özünə çəkə bilsin. Hazırlaması görürsünüz kimi çox asandır. Qatlayıb elə qoyursunuz, bir gün soyucuda qalmağa kifayət edir. Çox ləzzətli və yumşaq bir dənə tort alınır. Hazırlamağı da rahatdır. Kimin hazırlamaq istəyirsə ona göndərməyi yaddan çıxartmayın. Hazırlayacaq olanlara nuş olsun. Səhərimizi bu dəfə İsmail rayonunda açdıq. Açan kimi 4 nəfərlik səhər yeməyi idi. 3 dənə isti yeməklə ləzzətli bir dənə qarnımızı doyurandan sonra yeməklərdə mən sizə bu arada göstərim. Şəhərdə bu set 30-40 manatdır. Bu qaldığımız yerin küçük xaricdən görüntüsüdür. Bizə səhər oynanda hər yerdə ayaz var idi. Qar deyil, bu qara oxşur amma qar yağmamışdı. Qar yağında buralar məncə çox daha gözəl olar. Biz bazar bir dənə samvar qaynadıq. Bizim samvar qaynayana kimi artıq qonşular işlərini görüb sahədən qaydırdılar. Nəsə qonşu işində olsun, gəlməzsə buranın içərisini göstərim. Burada 4 nəfərlik olan hissə idi. Belə içərdən görüntüsü budur. Çox da qəşəng bir dənə yerdir. Xudmani, yaxşı istirahət eləmə. Ümumi görüntüsü belədir. Buradan 3 dənə video olacaq.
Əsl farelin hazırlanma qaydasını göstərirəm mən sizə. Mütləq seyv edin bu videonu. Yarım kilo farellər almışdım. Ortadan 2 yerə böldüm. Belə kitab kimi açırsınız. Duz, istiot, paprikanı qarışdırıb hər yerinə əlavə edib yaxşıca bunu masaj edib canına yedirməyə lazımdır bunu hər yerinə. Belə bağlayıb qoyursunuz kənara, xırdalaya bilərsiniz. Yağ tam qızandan sonra bağlayırsınız tavanın ağzını, vam xodda qoyursunuz qızarmağa. Orada gəlin bunu hazırlayaq. Soğan, nar, üzərinə də bir sumaq əlavə edib yaxşıca qarışdırırsınız. Hər tərəfi nar kimi qızarandan sonra götürürsünüz. Yanına nar, soğan əlavə edirsiniz. Bir dənə limon, ucu yeməyə hazır. Hazırlayacaq olanlara nuş olsun. Servis eləyənə yanına bir kapçaq verməyin. Balığı əlinə yeyərlər. Bir kilosu 30 manat olan bu göyərtini hazırlayıram bu dəfə. Yaxşıca yuyub təmizləyirik, bunu qəşəng qoyuruz, sonra suyu üstə çıxana kimi doldurub qaynamağa. Qaynayarı tez-tez qarışdırırsınız, əllə belə baxırsınız, yumşalanda götürürsünüz. Kərə yağını doldurub tavaya, qəşəng əriyəndən su əlavə edirik bunu. Ara sıra belə qəşəng qarışdırırıq ki, hər tərəfi eyni miqdarda bişsin. Üstünə 2 dənə yumurta əlavə edib qarışdırırıq. Hər tərəfi tez-tez qarışdırırıq ki, canlı olsun, yaxşıca yumurta ilə bərabər bişsin. Üstünə sadəcə duz əlavə edirik və iştahla ləzzətli yeyirik. Bunun bir balaca sarımsağa bənzər iyi olur. Hazırlayanda otağı havalandırmanız məsləhətdir. Çox ləzzətli yeməkdir. Zaqatala tərəfdə buna xalyar deyirlər. Azərbaycanca adı tam olaraq necə olur bilmirəm. Zəhmət olmasa rəylərdə qeyd eləyərsə, əgər bilirsinizsə. Yeməmişsə yeyin. Nuş olsun. Sizə xırta-xırt badımcanın reseptini verirəm. Yazın bir qırağa lazım olar. Badımcanları təmizləyib duzlu suda biraz gözlədirsiniz. Kraxmalı da yaxşı belə gəzdirib qaynar yağa atıb qızardınız. Bunu artıq 10-15 dəqiqə qızarır. Pomidorlar qəşəng doğrayırsınız, bunu səliqəli qabını soysanız daha yaxşıdır. Sosun açıqlamalarını yazacağım. Mütləq bu sosdan istifadə edin. Çox ləzzətli aldır. Pomidorlar aşağıdan göstərdiyim formada gözəl düzürsünüz. Burada estetik olmağı çox önəmlidir. Belə sosu bol-bol gəzdirin, əsirgəməyin qətiyyən. Qızaran badımcaları ortadan düzürsünüz. Üzərinə təzədən bol-boluna sos gəzdirəcəyik. Biz bunun sosu qətiyyən əski eləməyin. Ən sonunda üzərinə bir dənə gözəl küncüt səpiri, çox ləzzətli də alınır. Ləzzəti qədər elə görüntüsü də möhtəşəmdir. Çox ləzzətli, çox xırçıltılı, çox dadlı və çox asan bir dənə resepti. Hazırlamağı yaddan çıxartmayın. Hazırlamaq üçün də videomu mütləq seyv edin. Nuş olsun.